Bəzilərimiz heç bilmirik ki, hansı ardıcıllıqla saçlarımıza qulluq etməliyik. Şampun, maska, maskadan sonra balzam təklif edənlər var və yaxud da ki, balzam sonra maska. Heç kondisionerin adını çəkənlər yoxdur. İndi mən sizə ən düzgün ev qulluğunu nə olmalıdır, onları izah edəcəm. Və saçınız üçün minimum edə biləcəyiniz 4 bazanı sizə izah edəcəm. 1. Şampun. Minimum həftədə 2 dəfə və hər yumada minimum 2 dəfə. Birincidə şampun saçın yağlarını parçalayır, zəiflədir. İkincidə isə tam təmizləmə verir. 2. Maska. Maska da saçın ehtiyacı üçün seçilir. Boyasız saçdır, quru saçdır. Buna nə lazımdır? Nəmlənmə. Ona görə də qidalandırıcı maska seçirik. Ən əsası maskanın saçda gözləmə vaxtı. Minimum 3 dəqiqə. 3 dəqiqədə də elə faydasını görməyəcəksiniz. 3 dəqiqədən sonra maskanın tərkibindəki aktiv komponentlər artıq işə düşməyə başlayır və saçın dərinliyinə kimi hopmağa başlayır. Ona görə də mən 5-7 dəqiqənin tərəfdarıyam ki, maska saçda minimum bu qədər qalmalıdır. 3. Kondisioner. Hər zaman deyirəm, kondisioner seçim deyil, məcburiyyətdir. Kondisioner son finişdir. Yuma şampunla başlayıb, kondisionerlə bitməlidir. Kutikulanı bağlayan nə şampundur, nə maskadır, nə balzamdır, nə spreydir, nə yağdır. Sadə və sadəcə kondisionerdir. Və 4-cü, termosprey. Baxın xanımlar, onu birində termosprey deyil. 2 fazalı yuyulmayan kondisioner termosprey deyil. Termosprey sırf fendən qorumaq üçündür. Məhsul seçərkən diqqətli olun. Fenləmədən öncə mütləq termosprey vurmaq lazımdır. Və yalandan belə yox. Normal. Bu sadə 4 qayda saçlarınızın qırılmağının da qarşısını alacaq, saçlarınızın vaxtından tez yıpranmağının da qarşısını alacaq və saçlarınızı sevmənizə səbəb olacaq.